Deməli səhərdən işləmişəm 151 dollar, bir də 26 dollar. Xərclədim indi 152 dollar. Bu gün səhər 3 saata qazandığım pul, görün nələr almışam buna. Gedək bir yerdə bunları maşına yığaq, siz də baxın. Deməli tualet kağızı, çörək, Oreo, uşaq çox işləyir, Olivia yağ, böyük nuggets, 2 dənə göbələk, kartoşka və çeri, pomidor, soğan, kələm, badımcan, bir dəki armud, 2 dənə paltar yumaq üçün, asvişitir, 2 dənə paltar yumaq, kapsullar, üzüm, alma, yağ, avokado mix salat, limon, qırmızı soğan, ağ soğan, ağ kartoşka yenə də, cavalı, yağ, bir də ki duz. Bunları 3 saate kazandım. 156 dollar. Lidl. Hədə tapdım bu mağazin.